Həmişəki kimi 1 saat davam edəcəkdir. 12 dəqiqə işləmiş başladıq. Yenə də yəqin ki 11-ə 12-15 dəqiqə işləmişə qədər inşallah yekunlaşdırmağa çalışarıq. Gültən qoşulanda da tez qoşulun. İlk öncə olaraq mən Codera üzərindən başlayacağam. Yenə də kimsə hər hansı bir sual tipində əziyyət çəkirsə, mənim yadıma salsa, əslində mənə köməklə etmiş olacaqdır. Ekran görüntüsü bəzən kimdəsə şəbəkə ilə bağlı itə bilər, heç görsənməyə bilər və yaxud da stabil olaraq donmuş ola bilər. Zəhmət olmasa o zaman mənə bildirin. Ekran paylaşımını yenidən, yeniləyim. O zaman Coderadan biz say sistemindən başlayırıq. Uşaqlar, Coderada say sistemində ən çox hansı bölmədən başlamaq istəyirəm? Bircə dəqiqə, birinci say sistemini səhv etmirəmsə. Deməli, 2.7-də vəziyyət necədir? Gəlin belə eləyək. 2.7-dən başlayaq uşaqlar. 2.7-də bir tipə baxıb və onun tipində bir neçə sual üzərində dayanmağa çalışacağım. Və mən bugün sizə izah elədiklərimə aid o günkü kimi haradasa 15, 20, bəlkə də 30 dənə, hərəsindən 5 dənə olmaqla sual tipi atmağa çalışacağım. Siz onu həll edirsiniz. Hərə öz qrupbasında həll edib gətirir və düşmədiyimizi yenidən müzakirə edirik. Uşaqlar, məsəl üçün birinci tipli suallar. Bəzən birinci tipli sualları biz hələ də mən eləyə bilməyən uşaqlara rast gəlirəm. Çox xahiş edirəm, diqqətli dinləyin. Birinci tipli sualda görürsünüz ki, əsası deyəndə bilirsiniz nədir? İndeksin söhbət gedir. Yəni, say sisteminin əsasından söhbət gedir. Əsası x üstə gələk deyir və əsası x üstə gələk ki, bərabərliyinə əsasən x-i müəyyən edin deyir. Ədəd hər nə olursa olsun, 2 rəqəmli, 3 rəqəmli, tək rəqəmli və s. Əsası məchuldur və yaxud da onluq say sistemindən fərqli bir say sistemidirsə, özünə sadə bir, belə deyək, çıxış yolu tapmaq istəyirsənsə, sənin yalnızca çıxışın nədir? Açıq yazılış forması. 0, 1, 2, 0, 1, 2. Şöyle 3'ü nəyə vururuq? 3'ü vururuq x üstə gələk 1'in kvadratını. Hələ ki açmıram, sonradan sadələşdirəcəm. Üstə gələk. 3'ü vururuq 1'in, x üstə gələk 1'in üstü 1. Ki bu da eləcə yazıram. X üstə gələk 1 vuraq. Üstə gələk 4 vuraq, x üstə gələk 1'in üstü 0. O da 1 elədiyinə görə qalır 4. Bu tərəfin açılışıdır. Hər hansı bir açılışda, hər hansı bir ifadə ilə sizə qaranlıq qalsa, deyin daha geniş açın. Burada 2'ni vururam, x üstə gələk 2, x üstə gələk 2'nin kvadratı. 2'ni vuraq, x üstə gələk 2'nin kvadratı. Üstə gələk 4'ü vururam, x üstə gələk 2'nin üstü 1, 4, x üstə gələk 2, üstə gələk 4. Buradan burası artıq riyaziyyatınızdır. Riyazi tərəfiniz zəifsə də bunun üstünə çalışın. Ki, baxıram ki, mən birinci bunu müxtəsərlə açmalıyım. 3 qalır öz yerimdən. X kvadratı üstə gələk. Bildiyiniz adi a üstə gələk b-nin kvadratı açılmışdır. 2x üstə gələk, yenə də 1'in kvadratı olacaqdır 1. Üstə gələk, bu adi qaydanın açılır. 3x üstə gələk 3, bu 4'də öz yerində. Yenə eyni var ki, burada gözləyib, bunu da bunun üstünü açırıq. X kvadratı üstə gələk 4x üstə gələk 4. Yenə də bunu açası olsaq, üstə gələk 4x üstə gələk 8, üstə gələk 4. Biraz daha sadələşdirmə apararaq 3'ü mötərizəyə qurbatsaq. 3x kvadratı üstə gələk 6x üstə gələk 3, üstə gələk 3x, üstə gələk bunun bir yerdə 7. Bərabərdir. 2'ni bura vurub açırıq. 2, x kvadratı üstə gələk 8x, üstə gələk 8, üstə gələk 4x, üstə gələk neçə oldu? 12. Şöyle bir yerde sadələşdirməyə keçək. 3x kvadrat, 2x kvadrat. Bu tərəfə keçdi qaldı x kvadratı. X-lərimizi hesablayaq. 6x, 3x, 9x. Burada isə qalımız nə? 12x. 12x'i də bu tərəfə keçirdikdən sonra bizdə qalır neçə? Çıxaq, işarə ilə 3x.
3, 7 burada 10. Burada ise qalır 8, 12, 20. O tərəfə keçirdəndən sonra bərabər neçə eləyəcək? 20-dən də çıxacaq 10. Qalacaqdır 10. Uşaqlar, diqqətli baxası olsaq belə bir sadə ifadə aldıq. Bunu özünüz üçün mürəkkəbləşdirib, nə bilim, diskriminantla tapım, nə ilə tapım, kimə necə rahatsa da elə eləyə bilər. Amma ən azı sadə bir, belə deyək, qayda ilə baxası olsaq, x-in yerində biz neçə qoya bilərik ki, 10 qiymətini ala bilərik. Mən heç arada bir yanlış hesablama aparmadımsa, gözümdən heç nə qaçmadısa da hesabımız düz olmalıdır. Necə? X-in yerinə 5 qoyası olsaq, x-in kvadratı 25, 3'ü də 5 qoyası olsaq 15. Bərabərdir 10 qiymət alacaqdır ki, burada x-in yalnızca bir qiymətində ödənilə bilər. Ki, x-in biz buradan hansı qiymətini qoyduq? 5 qiymətini. 5 qiymətini qoyduqdan sonra məndən istədiyi nədir uşaqlar? Sadəcə x. Hal-hazırki ifadədə mən elə başa düşürəm ki, birinci qrupda olan uşaq üçün nə müxtəsəri bilmək, nə də bunu açmaq, hər hansı bir yolla olur olsun, burada x-in qiymətini tapmaq elə də bir çətin proses deyil. Siz burada eləsəz sınaqlarda texniki səhv eləyəcəksiniz. Əgər bu tipli sualda həqiqətən əziyyət çəkən və izahımı başa düşməyən oldusa, zəhmət olmasa sualını versin. Natiq Süleymanov, Nərmin, bu sənsən? Nərmin Süleymanovadır. Tamam. Kimdir qoşulan? Süleymanova Fidan. Aha. Qoşulana tez qoşulun, zəhmət olmasa. Heç kimin sualı yoxdursa da bunu artıq keçirəm. Gəldik ikinci tipli suala. Bu tiplərdə nə var, nə gözləyir bizdə? Baza rəqəmləri 0-dan 1, 2, 3 rəqəminə və sonrasında ABC deyə davam edən say sistemi deyir uşaqlar. Say sistemin əsasını nəyə görə təyin edirdik? Bax, bu tərkibində olan simvolların sayına görə ki, sayası olsaq 4, 5, 6, 7. 7'lik say sistemində 3-dən sonra A4'ü, B5'i, C isə 6'nı ifadə edir. Deyir, bu say sistemində 73-cü ədədi müəyyən edir. Uşaqlar, bu bilirsiniz hansı sual tipindəndir? Mən sizə deyim. Bir dəqiqə gözləyin. Bax, bu sual tipindəndir. Aydındır. Necə ki, o sual tipini bir ayrıcı verir, bunu daha sadə veribdir. Xahiş edirəm, hamının diqqəti burada olsun. Sualı başa düşməyən olanda hər hansı bir hissəsindən sual verərsiniz. Baza rəqəmləri dedikdə, deməli, mən onda başa düşürəm ki, bir dəqiqə. Deməli, mən buna say sistemin yanaşması edirəm. Mənim say sistemində 0, 1, 2, 3, növbəti ABC simvollarına əsasən 3-dən sonra gələn hərf 4'ü, sonra 5'i, sonra isə 6'nı ifadə edir. Görürsünüz, bu hansı say sistemi olduğu 7'lik say sistemin yanaşmasını mütləq orada eləməliyik. Mənə deyir, bu say sistemində 73-cü ədədi müəyyən elə. Fikirləşə bilərsən ki, ay müəllim, birinci ədəd hansıdır ki, mən 73-cünü tapım? Özün bax da sıralamaya. Birinci ədəd hansıdır? 0. İkinci ədəd hansıdır? 1. Üçüncü ədəd hansıdır? 2. Dördüncü ədəd 3. Beşinci ədəd A, yəni 4'ü ifadə edən. Altıncı ədəd B, yəni 5'i ifadə edən. 7-ci ədəd C, yəni 6'nı ifadə edən. Bu qayda ilə bu mənə deyir ki, sən tapacaqsan nəyi? Düz 73-cü sırada duranı. Amma mən bunu əlimlə sadalayıb sıralaya bilmərəm artıqlar. Bir dənə bir mənsəb fikir verməlisiniz ki, ədədin sıra nömrəsi özündən bir vahid nədir? Artıqdır. Deməli, mən bunu necə hesablayaram? Baxın, birincisi, verilmiş sıradakı ədədi sıra nömrəsini tapmaq üçün bu hansı say sistemindədir? 7'lik. Sən bunu 10'luqda ifadə eləməlisən. 7'likdə olan 0, 10'luqda da 0'dır. Amma sıra nömrəsinə və sən nəyisə saymağa başlayanda heç vaxt 0'dan başlaya bilməzsən. Nəydən başlayacaqsan? 1'dən. Ona görə də üzərinə 1 gəlirsən. Eyni qayda ilə 1. 7'lik say sistemində olan 1, 10'luqda da 1'ə bərabərdir. Amma sıra nömrəsi görsən 1 artıqdır. 2. 7'lik say sistemində olan 2, 10'luqda da 2'dir. 2, görsən sıra nömrəsi 1 artıqdır, üstünə 1 gəlirik. Deməli, biz sırada verilən ədədə görə nömrəni tapmaq üçün nə edirik? Həmin say sistemində olan ədədi 10'luq say sisteminə keçib üstünə 1
gəlirik. Məsəl üçün, digərlərinə tutaq ki, baxdıq, gəlin buna baxaq, B-yə. B-miz neçədir? 5. 5 7-lik say sistemidə, o say sistemində qarşılığı nədir? Yenə 5-dir. Amma sıra nömrəsi özündən nədir? 1 artıqdır. Amma mənə uşaqlar bu səfər tərsinə deyil. Mən burada olan ədədi tapmalıyam. Deməli, burada olan ədədi 7-lik say sistemindən keçirirəm, hansı say sistemindən? Onluğu və üzərinə 1 gəlirəm. Və həmin burada olunan ədədimiz hansı ədəddir? 73 onluq ədəddir. Bura qayıdıb, bundan bura qayıdıb bu ədəd tapmaq istəyirəmsə, neynəməliyəm? 73-dən həmin o 1-i çıxmalıyam, qalır 72 və baxın. Burada 7-likdən onluğa keçmişdimsə də, alınan 72 ədədində tərsinə onluqdan 7-liyə keçməliyəm. Onluqdan 7-liyə keçmək üçün nədir? Həmin say sistemindən bölə-bölə getmək. 72-nin içində 7, 10 dəfə 70, 2 burada qaldı, onu bir daha 7-yə bölürəm, 1 dəfə 7, burada da qaldı 3. Və bu nəticəni aşağıdan yuxarı düzərək nə almış oldum? 1, 3, 7 mənim 73-cü sırada duran ədədimdir. Screen eləmək, ekran kaydı götürmək istəyən buyursun, zəhmət olmasa, hər dəfə test eləsin bunu. Yaxud da sonradan videoya baxıb eləyə bilər. Uşaqlar, kim? Necə? Ay, bağışlayın. Üzrlə hesab edin. 132 yazmalıydım uşaqlar. Ayağına indeks yazaraq 7 yazmalıydım, onu yazmışam. Yazırıq, onsuz da yazırıq. Baxın, bu tipli sualları hamısını seçib verəcəm, xahiş edirəm, diqqətli olun. Mənə kimsə sınaqda edirsə də, yox, mən bunları başa düşmürəm. O uca getməyəcəkdir. Aydındır. Bu tipli suallardan biri 24-dədir. Xahiş edirəm, diqqətli baxın. Sonrasını birini siz işləyəcəksiniz. Həmişə bu tipli suallar görürsünüz hara salınıb? Say sisteminin içində. Deməli, say sistemin yanaşması edirəm. Uşaqlar, bəzən mənə heç rəqəm yox da, yalnızca hərf verilə bilər. 3 dənə hərf verilibdirsə də, birinci qeydim nə olmalıdır? Bu hansı say sistemidir? Üçlük. Bunlardan sırf hansısa 0, 1, 2 olmalıdır. Çünki üçlük say sistemində başqa ötən rəqəm yoxdur. Amma diqqətli olun. Biz öz başımıza A-ya 0, O-ya 1, U-ya 2 verə bilmərik. Hansı ardıcılığa baxırıq? Özü də yazır ki, A, O, U hərflərindən düzələn 5 hərfli bütün sözlər əlifba sırası ilə yazılır. Görürsünüz uşaqlar. A birinci gəldiyinə görə deməli A 0-dır. A-dan sonra O gəldiyinə görə 1-dir. O-dan sonra da U gəldiyinə görə 2-dir. Hə, indi bunu düzə bildim. Görün mənə nə deyil. Deyir, siyahının başlanğıcı budur. Verilmiş sırada O hərfi ilə başlayan ilk sözün sırası. Uşaqlar, mən burada O qoyacamsa, 5 hərfli söz üçün növbəti 4 dənə hərfin yerinə sizcə nə qoymalıyam mən? Arif, çox gec qoşulmuşsan, balam, tez qoşulmaq lazımdır. Yarım saat gecikmişsən. Aha, uşaqlar, indi buna baxın. İlk söz nə demək istəyir ki, O hərfi ilə başlayıram. Onu qoyuramsa, ilk söz üçün növbəti 4 dənə hərfimi nə düzməliyəm? A'lar. Niyə ilk söz deyil? Onda 4 dənəsinin yerində nə yazmalıyam? A. Bunu belə düşünün. Mən sizə deyim, riyazi tərəfini. Əlimdə 0, 1, 2 rəqəmləri var. Sənə deyir ki, 1 ilə başlayan ilk 10 minlik ədədi denən. Uşaqlar, nə olacaqdı ilk 10 minlik ədəd? 1, arxasında nə? 4 dənə 0. Razısınızmı? Mən də eyni şey elədim də. O, 1-in yerinə bizə nə deyil? 10-lu deyil. Görürsünüz, 1 deyil. İlk söz deyil deyə, arxasına nəyi qoydum? A-ları qoydum. Ki, mənə bu sözün nəyini istəyir? Sıra nömrəsi. Yenə yadda saxlayırıq. Sıra nömrələri verilmiş ədədin onluq say sistemindən keçməsindən bir vahid artıqdır. Bax, last say sistemi oldu 3-lük. Verilmiş sırada hamısı 0-dır. Üçlük say sistemində olan 0, onluqda nədir? 0-a bərabərdir. Amma sıra nömrəsi özündən nədir? Bir vahid artıq. Bura baxıram uşaqlar. Sıfırları nəzərə almıram, o 1-dir. Üçlük say sistemində olan 1. Onluq say sistemində nəyə bərabərdir? Yenə 1-ə. Amma sıra nömrəsi 2-dir, deməli özündən bir vahid artıq. Və s. 4-cüyə baxıram. Burada isə yazıram.
Öndəki 3 dənə A-nı, 0-ı nəzərə almıram. O 1-dir, A da 0-dır. O üçlük say sistemində olan 3 keçid hara? Onluq say sisteminə. 0, 1 bərabər 1 vuraq 3 üstü 1 3 olacaqdır. Və sıra nömrəsi yeni gördüyünüz kimi 3-dən 1 vahid artıqdır. Pardon, burada 1 yazmalıydım, üzr istədim. 3-ün üstə də 1 gəlirəm, nə eləyir? Görürsünüz ki, yenə 4 eləyir. Deməli, məntiq eynən bayaqki kimidir. Mən nə edəcəm? Bu səfər verilmiş sözün sıra nömrəsini tapmaq üçün verilmiş sözü ifadə eləyən rəqəmləri yazmalıyım ki, verilmiş sözüm o, arxasında 4 dənə A-dır. Yukarıdaki verilmiş əvəzləməklə onun yerinə nə yazıram? 1. A-nın yerinə nə yazıram? 4 dənə 0. Aydındır. Ayağında indeksində nə qoyuram? 3. Niyə? Mən hal-hazırda üçlük say sistemi yanaşması edirəm. Bunu hansı say sisteminə keçirtmişəm? Buralarda onluğa. Uşaqlar, bunun daha tez onluğa keçirtmə qaydası açıq yazış formasıdır. Amma mən hal-hazırda görürəm. Biz bunu sizə necə keçirtmişdik? 3'ü yazıram bura. Qüvvətə isə nə yazıram? Sıfırların sayı. Deməli, bu üstü 4, yəni 81'dir. Amma üzərində 1 gələrək bu ədədin sıra nömrəsini necə deyirəm? 82. Kimin sualı varsa açsın desin. Səssizlik əlaməti sual yoxdur deyə başa düşəcəm. Keçirəm, birini göstərirəm, siz eləyirsiniz. Yəqin ki, qaranlıq qalan məqam yoxdur. 24 sonrasında 27'ni artıq siz eləyirsiniz. Buyurun, zəhmət olmasa. Siz hər biriniz eləyirsiniz. Mən uzaq başı buna 2 dəqiqə bax verirəm. Sonra mən ümumi hamı üçün həll eləyirəm. Kimdə mən aldığım cavabdırsa, okeydir. Deyildirsə, səsini çıxardır. Baxaq, görək neçədir. Kamran sənsən? Kamran cavabını qeyd elədim uşaqlar bura. Hər kəs hesablamasını davam elətdirsin ki, zaten ekranda görür. Kim ümumiyyətcə yaxın dura bilmədisə də zəhmət olmasa mənim izahıma bir də qulaq asın. Verilmiş 4 dənə hərf, rəqəm hərf qarşılığı fərqi yoxdur. Yalnız rəqəm olur olsun. Verilmiş simvolların sayına görə, 4 dənə olduğuna görə deyirəm, bu 4-lük say sistemidir. Verilən hərflərin artma sırasına görə, birinci A-nın qeyd olunduğuna görə 0, A-dan sonra kaldığına görə 1, K-dan sonra R olduğuna görə 2, R-dən sonra O olduğuna görə 3 deyə nömrələdim. Mənə yenə deyir ki, verilmiş sırada U hərfi ilə başlayan ilk söz. İlk söz dediyinə görə U və 5 hərfli olduğuna görə arxasında 4 dənə A-nı düzürəm. Və eyni yanaşmanı görürəm buradakı. Yenə verilmiş sırada duran sözün onluğa keçirməsindən bir vahid artıqdır nömrələr. Verilmiş hərfləri rəqəmlərlə ifadə edirəm. Bu 3'dür. A-nın yerində isə 4 dənə 0 yazıram. Və 4'lük say sistemi olduğuna görə bunu keçirirəm. Hansı say sisteminə? Onluq. 0, 1, 2, 3, 4 deyərək 3'ü vururam nəyə? 4'ün üstü 4'ə. 3'ü 4'ün üstü 4 vurmaq. 4'ün üstü 4 neçədir uşaqlar? 2 üstü 8, bu da 256. Gördün? Kamran, haraları getdik? Yəni 256, 3 256'ya burası olsaq 768 eləyir. Amma mən bir də nə etməliyəm uşaqlar? Üstünə bir vahid gəlməliyəm ki, sıra nömrəm eləyəcəkdir 769. Kimlər alıbdırsa ehtiyac yoxdur de. Bəli.
U ilə başlayan deyir. U hansı rəqəmi simvolizə elədi? Bax da, mən ekranda yazmışam. Hə da. U hərfi ilə başlayan ilk söz deyəndə U qabaqda duracaq. 5 hərfli olduğuna görə dalına 4 dənə A qoydum. 3 arxasında 4 dənə 0. Düzdür balam? Açıq yazılış formasından dörtlük say sistemindən keçirəm onluğa. 3'ü vururam 4 üstü 4'ə. 4 üstü 4 2'nin qüvvətindən də yanaşsaq. 256'dır mı? Ay sağ ol. 3'ü də vur 256'ya. 768 üstəgələ 1, 769. Razılaşmayan varsa səsini çıxartsın və yaxud da anlamayan. Bəli. Necə? Hə. Uşaqlar, bu say sistemi yanaşmasıdır. Hərf sayına görə deyirəm, bu dörtlük say sistemidir. İstənilən say sistemində hərf olsa da sən onu rəqəmlə verməlisən. Mən dedim də ki, birinci A-lar gəldiyinə görə A-ya 0 verirəm. Sonra A-dan sonra K başlayır deyə 1. Yəni, mən mütləq ona rəqəmlə nömrələməliyəm. Nömrələməsəm tapanmaram, axı mən bu hərfin sıra nömrəsi haradır. Sən 769 dənəsini... Bəli. Bəli. Açıq yazılış formasıdır da. Bu 3'ü vururam. Açıq yazılış formasını necə tapırım? 4'ün üstü nəyə? 4'ə. Açıq yazılış formasını nətər tapırıq? Nə oldu? İndi açıq yazılış forması yaddan çıxdı. Uşaqlar, aydın oldu, yoxsa yox, qaranlıq qalan yeri varmı yenə? Əla. Yoxdursa da buyurun, siz eləyin birini. 7. 28'i. Bundan da yekunlaşdırıram, bu tipləri evə verəcəm. Kənan, səsini aktivləşdir, bunu səninlə işləyim. Kənan, simvollar sayına görə hansı neçəlik say sistemidir? Deyirəm, hərflərin sayına görə neçəlik say sistemidir? Əla. K'ya rəqəm olaraq nə verəcəksən? Aysa, görsən burada ardıcıl gedir. K'dan sonra R, O, T, P və s. Düzdür bala. Kənan, sənə deyir ki, P ilə başlayan, T ilə bitən ilk söz 5 hərfli sözdür. Nədir söz P-dən sonra? P başa, T-də axıra. Ortada nə olacaq ilk söz dediyinə görə? Kiminsə mikrofonu açıqdırsa bilməm, bəlkə də Kənan telefondan gəlir deyən mənə. Bağlayın. Uşaqlar P ilə başlayıb T ilə bitdiyinə görə əvvələ P, sonra T yazdıq. İlk söz dediyinə görə A-ları qoyduq. Kənan, bunları rəqəmə çevirək. Nə yazım? 4 P-nin yerində, A-ların yerində. A nədir? Mən nə A yazmışam aşağı? Düzülə hesab edin. A-da qalmışam. Sıfırımız nədir? Düz ay Kənan, çox sağ ol. K. P-nin yerində 4, K-ların yerində 3 dənə 0, T-nin yerində isə 3 yazıram. Beşlik say sistemini çevirək nəyə ay Kənan? Onluğa da, onluğa. Açıq yazılış forması 0, 1, 2, 3, 4. Düzdür mü? Nəyə vururam Kənan?
Əla. Üstə gələn nə? 3. Hamısı 0-dır. Uşaqlar, bir də bunun üstünə nə gələcək? Kənan. Gəldim də. Sözə görə sıra nömrəsini tapanda nə qayırıq? Bir də nə əlavə edirik? 1. Ay sağ ol. Alınmış nəticənin üstünə 1. Söz bu qədər. Çox sağ ol Kənan, səsini bağlaya bilərsən. Necə? Hə də, yəni anladıq, başa düşdük. Bundan sonra hesablama özünüzün boynuna. Səhvmi eləyərsiniz, düzmü eləyərsiniz? Aydın oldu bu tipləri. Bir daha geri qaydıram. Bu tipləri verəcəm, özünüz işləyəcəksiniz. Uşaqlar 3 tipliyə baxırıq, diqqətiniz burada olsun. Nə deyir bizə? Bunu biraz da keçən səfərdən bilirsiniz artıq. 16-lıq say sistemində 100 rəqəmli ədəd, maşallah, kimdə elə yatıb boşluq? Pərviz Cahangirov adından qoşulan kimdir? Adil qadınla niyə belə tez qoşulmuşsan? Dərs azqala tutarıq, bala. Ucu saat 40 dəqiqədə biz başlamışıq. Lazım. 16-lıq say sistemində 100 rəqəmli ədəd. Ay balam, sizə demir ki, ən kiçikdirmi, ən böyükdürmü? Ən kiçik 16-lıq say sistemindəki 100 rəqəmli ədəd desə idi, bir arxasında 99 dənə 0. Ay sağ ol. Ən böyük 100 rəqəmli desəydi 100 dənə F. Bunu demir deyə ehtiyac yoxdur heç nəyə. Deyir, bu ədədi 8-lik say sistemində ifadə ediləndə alınan ədəd ən çox neçə rəqəmlədə ola bilər? Xahiş edirəm, çox diqqətli olun. Başa düşməsə sorucun. Mənə 16-lıq say sistemində demədiyinə görə ən kiçik və yaxud da ən böyük, mən nə edirəm? 16-lıq say sistemində ixtiyari bir 100 rəqəmli ədədi nəzərində tuturam və həmin 100 rəqəmli ədədi mən yazıram ki, 100 rəqəmli ədəd. Hansı say sistemindədir? 16-lıqdan. Hara keçirtməliyəm? 8-liyə. 16-lıqdan 8-liyə bilavasitə keçid yox. Ya 2-liyə keçməliyəm 2-lidən, 8-liyə gəlməliyəm. Ya da 10-luğa keçib 10-luqdan gəlməliyəm. Arada körpü olmalıdır. Mən hal-hazırki vəziyyətdə 10-luğa keçid qaydasından istifadə edə bilmirəm. Çünki bilmirəm ki, bu ən kiçik desəydi 16/99-dan çıxardım. Ona görə istifadə edəcəyim keçid qaydası 2-liyə olacaq. Mənə deyin görüm, 16-lıqdan 2-liyə keçid qaydası hansıdır? Yəni 16-lığın bir rəqəminə 2-liyin 4 rəqəmi uyğun gəlirsə, o zaman 16-lıqda 100 rəqəmli ədəd 2-likdə neçə rəqəmli ədəd olacaqdır? Həmin 100-ü vuracaq 4-ə, olacaq 2-likdə 400 rəqəmli ədəd. Bilmirəm hansı 1-dir, hansı 0-dır, mənə maraqlı da deyil. Və qulaq asın, həmin 400 rəqəmli 2-lik ədədi hara keçirtməliyəm mən artıq 8-liyəm. 2-likdən 8-liyə keçid qaydasının adı nədir? 4-2-1. Verilmiş 2-lik ədədi 3-3 axırdan əvvələ bölürəmsə də, əlimdə olan naməlum ədədimi nə etməliyəm? 400 həmin ədədin rəqəm sayıdır. Həmin 400-ü də bölürəm 3-ə. Düzdür mü balalar? 400-ü 3-ə böləndə tam hissəm neçə qalır? 133 tam hissəmdirsə, 399 qalırsa, indi bir məsələm var. Nə qalır buradan mənə qalır? 1. Mənə burada nə deyibdir? Ən çox neçə rəqəm ola bilər? Uşaqlar, ən çox nə demək istəyir sənə? Yəni sən bu bölgünü aparanda, elə bir gözün qabağına burada 400 dənə fərqi yoxdur da. Necəsə şeylər gətir, belə deyim, bir sıfırlar gətir, belə bir şey. Sən bunu 4 bölürsən, 3-3 bölürsən, elə düzdür. Bir dəqiqə mən bura bir dənəsində artırım, 3 bura, bir dənəsində artırım, belə bir şey. 3-3 bölürsən. Bax, həmin 3-3 bölgü apardığın yer, həmin sənin bu 133 dənə rəqəmindir, ədədindir. Sən deyir, elə fərz elə ki, ən çox dediyinə görə, öndə qalan, o bax, bu bir dənə tək qalan var, bu sayda, bir rəqəmi deyil.
Bu qabaqda qalan bir dənə say rəqəm 1-dir. 1 qalanda onu tullamırıq axı. 0 qalsa tullayardıq. Və 1 qalanda bunu dəyərləndirərək üçlü qrup alınması üçün 2 dənə 0 əlavə edib və bunun üstünə 1 gəlməliyik. Və neçə rəqəmli ədəd olur ən çox dediyinə görə? 134. Yaxşı, ən az desəydin ağarardıq. Elə hesab eləyərdik ki, bu qabaqda qalan 1-dən 1 sayına malik olan 0-dır. Və zaten 0-ın bir əhəmiyyəti yoxdur deyə bunu atardım. Geridə qalan elə deyərdim ki, ən az 133 dənə rəqəm mənə kifayətdir. Anlaşıldı mı? Başa düşdükmü? Sualınız yoxsa keçirəm. İndi nə edirik? İkilik səsini... Hə. Qəşəng misaldır uşaqlar. Buna bir yerdə baxaq. Çox qəşəng misaldır. Başa düşməyəndə səsini çıxardım. İkilik say sistemində ən böyük 100 rəqəmli ədəd. Sən birinci bilməlisən ki, ikilik say sistemində ən böyük 100 rəqəmli ədəd nə deməkdir? Yəni, neçə dənə? Ən böyük. Sağ ol. 100 dənə 1. İkilik say sistemində. Amma mənə bu ədəd istəmir. Bu ədəddən sonrakı. Yəni, sən bunun üstünə nə gəlməlisən? 1. Bu ədəddən sonrakı ədədin 16-lıq say sistemində ifadə edeyim. Aşağılar. Mən bunu sizə bir dənə qaydalaşdırıb deyirəm. Siz bunu yadınızda o qədər mükəmməl saxlamalısınız ki, mən necə verilmiş ən böyük ədədi 2-nin qüvvətində ifadə edə bilərəm. Baxın. Onu... Nə kimi? Deyəcəm. Hələ qoy başa salım sonra. Bu çoxdur elə 100 rəqəmli ədəddir. Bunun üzərində sizə ispat edə bilmirəm. Ən kiçik, məsəl üçün, rəqəm sayı az olan üzərində qeyd edirəm. Baxın. Məsəl üçün, qeyd. Mən burada qeyd edirəm ki, mənə deyir ki, ikilikdə verilən ən böyük 3 rəqəmli ədəd. Nə deməkdir uşaqlar? 1, 1, 1. Düzdürmü? Mən istəsəm də bunu onluq say sisteminə keçirmək üçün 2-nin qüvvətində ifadə edə bilmərəm. Bəs yaxşı, buradakı kimi bunun üstünə 1, yəni sonraki ədədi tapmaq üçün üstünə 1 gəlmək deməkdir də. Bunun üstünə 1 gəlsəm, görün nə baş verəcək uşaqlar. 1-in üstə 1, ikilik say sistemini 2 yazamıram. 2-dən 2 çıxıram, 0, 1 yadda. 1 yadda da var, yenə 2, yenə 2-dən 2 çıxacam, 0, 1 yadda. Yenə 1 var idi, 1 yadda, 2-dən 2 çıxaram, 0, 1 yadda. Uşaqlar, bir sonraki ədəd bizə nəyi xatırlatdı? Mən ən böyük 3 rəqəmli ədədin üzərinə bir vahid gələndə, sonraki ədədi tapanda, sən demə həmin ədəd ən kiçik neçə rəqəmli ədəd imiş? 4 rəqəmli ədəd. Bunu asanlıqla biz necə onluq say sisteminə keçirdik? İkilik say sistemini bura əsasa qoyurduq və sıfırların sayını qüvvətə qoyurduq. Yəqin ki, məntiqi tutanınız oldu. Onda mən eyni məntiqi burada işlətsəm, gəlin baxaq görək nə baş verəcəkdir. Mən nə eləmiş oldum? Deməli, mən növbəti ədədi tapmaq üçün, yəni ən böyük rəqəmin üzərinə 1 gələndə necə qeyd edirəm onu? Ən kiçik ədəd olaraq 2 üstü 3 alıram. İndi bura baxın. 100 dənə birim var elə. Burada 3 dənə birin üstünə sonraki ədəd gəldim, 2 üstü 3 aldım. İndi fikirləşin görək. Mən ən böyük 100 rəqəmli ədədi üstünə 1 gələndə bunu birbaşa onluq say sistemində 2-nin üstü neçə kimi yaza bilərəm? Ay sağ ol. 100. Niyə? Ən böyük 100 rəqəmlinin üzərinə 1 gələndə o 100 dənənin hamısı 0 olur. Qabağa bir dənə 1 atılır. 1 arxasında 100 dənə 0 ikilik say sistemində ən kiçik 101 rəqəmli ədəddir. Sıfırların sayı da həmişə harda əks olunur? 2-nin qüvvətində. Keçidi gördünüz uşaqlar. Sizə indi bir sual verim. Məsəl üçün, mənə desə ki, ikilik say sistemində ən böyük 37 rəqəmli ədəddən sonraki ədədi onluq say sistemində ifadə elə. 2 üstü neçə yazaram?
Ay sağ ol. Başa düşdünüz? Ay sağ ol. Ay sağ ol. İndi bu mən say sisteminə keçməliyəm. Artıq bunu bilirəm də bu qaydanı uşaqlar. Verilmiş 2-nin qüvvətində olan bir onluq ədədi 16-lıq say sisteminə keçirmək üçün 16 2 üstü 4 olduğuna görə bu cür yazıram. 100'ü bölürəm 4'e. Alınan təmiz sayı kənarda yazıram. Burada 100, burada 100 olduğuna görə bu 100'dən bunu çıxanda alınan 0'ı 2'nin qüvvətində yazıram. Məndən soruşduğu nədir? İfadə edilərsə neçə 0 rəqəmi alınır? 1, arxasında isə gördüyünüz 25 dənə 0 alınacaq ki, cavab 25'dir. Qeyd götürə bildiniz özünüzə? Əla, səsiniz çıxmırsa qəşəng. Getdik. İkilik say sistemində 100 rəqəmlərdə bu asandır. Altını özünüz eləyəcəksiniz. Bunlar da rahatdır. Deməli, onluq say sistemi ilə ikilik say sistemi. Hə, 8 tipli sual maraqlıdır. Bir dənə baxın. Məsələn, mən sizə 8 tipli eyni bir misal bir daha tapıb verə bilməyəcəm. Ona görə yəni bu sualları həmişə belə eləyin də, bunlardan təkdir. Bu iminli bu tiplidir, ha, yəni belə tiplidir. Deyir, onluq say sistemində verilən ədəd ikilik say sistemində çevrilmiş və alınan ədədin əvvəlinə və sonuna bir rəqəmi əlavə edilmişdir. Deməli, uşaqlar, var olan bir ədədim yoxdur ortada. Onluq say sistemində verilən ədəd bilmirəm. Nədir? Bu cür yazıram. Bu ədədi ikilik say sisteminə çevirmişəm və alınan ədədin əvvəlinə və sonuna bir rəqəm əlavə etmişəm. Bu ədəd çevrilib ikiliyə. Bir əvvəlində yazılıb. Ortada bilmirəm, birdimi, sıfırdımı? Bir də bir sonuna əlavə etmişəm. Olub ikili ədəd. Və deyir ki, alınan ədəd yenidən onluq say sisteminə keçirilir. Bu ədəd yenidən onluq say sisteminə çevrilir və nəticədə alınan ədəd 27 olubdur. Deməli, mən neyləmişəm? 27 ədədini almışam. Mən geri qayıdıb bu ədədi tapmaq üçün etapla keçməliyəm, düzdürmü? Birinci 27'ni nəyə keçməliyəm? İkilik say sisteminə. Hansı qayda ilə keçirik 27? 2'nin qüvvətlərində yazmaqla. 16 ilə 32 arasında. 16'dan başlayaraq 200'a qədər düzürəm. 16, 8, 4, 2, 1. 27'nin içində 16 varmı? 1. Çıxdım 16 qaldı 11. 11'i yazmaq üçün isə nəyləri cəmləməliyəm? 8'i, 2'ni, 1'i, burası 0 yazıram. Burada alınmış ədədim, bax bunun yerində alınmış ədədim budur. 1, 1, 0, 1, 1. Aydındır. Mən x'i tapmaq üçün nəyi silməliyəm ay uşaqlar? Burada gördüyünüz 1 bunu əks elətdirir. Burada gördüyünüz artıq 1 bunu əks elətdirir. Geridə qalan, bura çatan ədədim 1, 0, 1'dir. Amma mən x'i harada tapmalıyam? İlk ədədi onluqda. Bu isə ikilikdədir. İkilikdən onluğa keçmə qaydası 0, 1, 2 açıq yazılış forması. 1 vuraq 2 üstü 2 üstə gələk. 0'ı nəyə vursan 0. 1 vuraq 2 üstü 0. Bu da neçə eləyir aşağılar? 5. Deməli, mənim ilkin ədədim 5'dir. Aydın oldu gedişat. Bildik? Yəni, belə bir sual bir dənədir, iminə belə tipləsəm. Elə tiplər var ki, sırf o tipdən az olur. Tamam, getdik. Sonra neyniyək? Baxın, bu tiplər heç, bu heç. Yaxşı. Gəlin 13-14 tiplərə baxaq da. Bu minimal bit falan, biraz da kodlaşdırmaya aiddir. Şöyle görək nə deyir? Binanın hər mərtəbəsində 4 mənzil var. Bu binanın hər mənzili eyni uzunluqlu və Koderada bu tipli sualların bəzisi səhvdir cavabları. Bu binanın hər mənzili eyni uzunluqlu və minimum bit sayı ilə kodlaşdırılıbdır. Bu cümlə nə deməkdir? Müzakirə eləyəcəyik. Binanın ümumi 32 mərtəbəsi olarsa, hər mənzil minimal neçə bitlə kodlaşdırılıbdır. Bit, minimal, mənzil sözləri görürəmsə, deməli bu nəyin kodlaşmasıdır uşaqlar? Vəziyyət. Deyə bilərsən müəllim, və kodlaşma niyə say sisteminin içinə gələ bilir? Gələ bilir təəssüfdür. Vəziyyətin kodlaşmasında bizim əsas tanıyacağımız düstur harflidir ki, buna deyirik vəziyyət sayı, proses sayı, hadisə sayı və s. Bu isə bir hadisənin, bir vəziyyətin yaddaşda tutduğu yer ki, bunu da biz həmişə nə adlandırırıq?
minimal bit və yaxud da eləcə bit. İndi getdik. Bir dənə bina təsvir edin. Binanın hər mərtəbəsində 4 mənzil var. Söhbət bir dənə binadan gedir. Neçə dənə mərtəbə var hələ ki ilkin cümlədə bilmirəm. Amma bilirəm ki bir dənə mənzildə, bir dənə mərtəbədə 4 dənə mənzilim var. Bu binanın hər mənzili eyni uzunluqlu minimum bit. Bunu yumrulayıram, bu mənə lazımdır. Və deyir, binanın ümumi 32 mərtəbəsi var. Uşaqlar, ümumi vəziyyət sayını tapa bilirəmmi? Ümumi mərtəbəm 32. Hər mərtəbədə 4 mənzil. Deməli, mən nəyi tapdım? Böyük eni, ümumi vəziyyəti. 32 üstü 5, 4 isə 2 üstü 2 olmaqla ümumi mənzil sayını neçə tapdım? 2 üstü 7, 128. Hər mənzil minimal neçə bitlə kodlaşdırılıbdır desək, nə deyərsiniz? Neçə ilə kodlaşdırılıbdır? Burada gördüyünüz 7 bitlə. Aydın oldu? Başa düşdük? Getdik. İndi bunu siz şifahi şəkildə həll eləyin, zəhmət olmasa. 14-ü. Biti istəmir axı. Neynədiz? Biti istəmir. Bax, hər kəs öz cavabını saxlasın və mən müzakirə edirəm. Bu səfər mənə nə verilibdir? Yenə bir binamda olan, bir mənzildə olan mərtəbə sayını verilibdir yuxarıda. Deyir, binanın hər mənzili 8 bitlə kodlaşarsa, bu binanın ən az neçə mərtəbəsi var? 8 bit normalda həmişə nəyin qüvvətinə gelir? 2-nin. Deməli, ümumi neçədə mənzilim var? 256 mənzil. Ümumi 256 mənzilim varsa, hər mərtəbədə 4 mənzil varsa, mərtəbə sayını tapmaq üçün nəyə bölməliyim aşağılar? 256-nı bölməliyəm 4-ə. Bu da neçə olacaqdır? Neçə olacaq? Bəli, 64 cavabı deyənlər doğrudur. 64 dənə mərtəbəm var. Aydın oldu bu yanaşmaları. Örgəşə bu tipli suala keçirəm uşaqlar. Getdik, bu tipləri bildik. Burada problem yoxdur. Əla. Çox istəyirəm 18 tipliyə baxaq. Hə, yox, 17 tipli də maraqlıdır. Demək olar ki, bu sual tipindən yoxdur. Mən bunu hər an sizə sınağa sala bilərəm. Deyir ki, ikilik yazılışı. Çox vaxt uşaq bunu başa düşmür. Nə deməkdir ikilik yazılışı? Yəni, ikilik sayı sistemindəki yazılışı. İkilik yazılışında sıfırların sayı 4-ə bərabər olan, yəni 4 dənə olan ən kiçik 3 rəqəmli 8-lik ədədi onluq say sisteminə keçirir. Qarışıq cümlələrdir. Bir sözlə mənə deyir ki, sənin əlində ən kiçik 3 rəqəmli 8-lik say sistemində olan ədəd var. Mən bu ədədi bilmədiyimə görə X, Y və Z ilə yazıram, 8-lik say sistemi qoyuram və nəzərə alıram ki, bu ədəd ən kiçik olmalıdır, amma şərti var. Bunu ikilik say sisteminə keçirəndə sıfırların sayı neçədən olsun? 4 dənə. Mən bu ikisi arasında əlaqəyə əsasən ədədimi tapdıqdan sonra həmin ədədi açıq yazılış formasından onluq say sisteminə keçirəcəm. Uşaqlar, ən kiçik sözünə görə ilk öncə olaraq mən X, Y, Z-in yerində uyğun rəqəmləri qoymalıyım. Amma fikirləşməliyəm ki, mən 8-liyin 2-liyə keçməsində ümumi ədəd içərisində 4 dənə sıfır olmalıdır. Və mən bilirəm ki, 8-likdən 2-liyə keçməyin qaydası nədir? 4, 2, 1. Yəni 8-liyin hər bir rəqəminə qarşılıq 4, 2, 1-ə görə 3 dənə 2-lik rəqəm alacaq. 4, 2, 1, burada da 4, 2, 1. Aydındır. Yeni diqqətli olaq. 8-lik say sistemində X, Y, Z-in yerində olası rəqəmlər hansılardır? 8-lik say sistemində olan rəqəmlərin hamısı. 0-dan neçəyə kimi? 7-yə kimi. Ədədimin ən kiçik olmasını nəzərə alaraq X-in yerində hansı rəqəmi uyğun görürsünüz ki, müəllim?
Biz x-i 0-dan 7-yə qədər, bax, bu rəqəmi qoya bilərik ki, ən kiçik olsun. Hansını qoyaq? Səsinizi açın, iştirak eləyin zəhmət olmasa. Uşaqlar, qurban olun, bir də x-in yerində dediniz, vurdunuz, öldürdünüz axı. Ədədi düzün demirəm. X-in yerində nə qoyacaqsınız? Bax, 7 deyən uşağı başa düşə bilmirəm. X-i ən minimal tutmalıyıq ki, 8-li ədədim ən kiçik olsun. 0-dan 7 içərisində öndə 0-ı qoya bilməyəcəyimizə görə növbəti minimal kimdir? 1-dir də. Bəli, 1 deyən doğrudur. Bu 1-in ikilikdəki qarşılığını hesablayırıq 4-2-1-ə görə. Öndəki sıfırları bəri başlanan atın. Çünki mən ədədi formalaşdıranda öndəkiləri tapıb istəmirəm. 4-2-nin yerində 0 yazmalıyıq normalda. Yazmıram, atıram bəri başlanan. Bir dənə bu 1-in yerində 1 verilir. Demək ki, x ədədi özü mənə heç bir dənə də olsa 0 vermədi. Y-in yerində ədəd qoymaq istəyirəm, kömək eləyin. Yenə də ən kiçik olsun deyə 0-dan 7-yə qədər Y-in yerində nə qoymağı təklif edirsiniz? Nə oldu? Yatırıq deyəsən. Niyə 2 olsun ki, ay bala? 0-dan 7-yə qədər ədəd içərisində ən balacası hansıdır? Ay balam, niyə 1? 0-ı qoyun da 0-ı bəyək niyə qoya bilmədik? Çünki öndəydi. İndi ortadaydı da qoydu da. 0-ın ikilikdəki qarşılığı 4-2-1 əsasən nə olacaq? Hamısının yerində nə yazmaq? 0. Aydın oldu. 4 dənə 0-dan artıq 3-üm hazırdır. Növbəti z-in yerinə elə ədəd qoymalıyam ki, ikilik qarşılığında bircə dənə 0 versin mənə. İndi fikirləşin. 0-dan 7-yə qədər rəqəm içərisində hansı ədədlərin ikilik qarşılığında bizə bircə dənə 0 verəcək? Onları deyin. Sonra 3 və bir dənə 6. Düzdür? Bir də 5. 3, 5, 6. Bunların içindən ən kiçik olduğuna görə hansını qoyacağım? Ay sağ ol. Qoydum 3-ü. 3-ün 4-2-1 əsasən qarşılığı 0, 1, 1. Gördünüz aşıqlar. 4 dənə 0-ın tamamlandı mı? Tamamlandı. Mən nəyi tapım nəticədə? X, Y, Z ədədimi bu şərti ödəyəm. Ədədim oldu 103, 8-lik say sistemində. Hansı say sisteminə keçməliyəm bunu artıq? 10-luğa. 8-likdən 10-luğa necə keçirəm? 0, 1, 2. Açıq yazış forması. 1-i vururam 8-in kvadratı 64. Üstünə də gəlirəm 0 nəyə vursam? 0. Üstünə də gəlirəm 3-ə. Burada neçə olacaqdır? 67 onluq ədəd. Görürsünüz özünüzün cüzi səhvləri haralardadır. Baxmırsınız, düşünmürsünüz, fikirləşmirsiniz. Gah 0 deyirik, gah 1 deyirik. İnformatika bunu sevmir, abala. Düşünməyini istəyir. Yoxdur ki, heç kimin sualı bu misal üzərindən. Əla. Şad oldum. Açıq yazılış formasıdır. Hətta ədədimin özü belə x olsa gözümüz qorxmur. Bayaqki kimidir, verəcəm bunları. 0-1-2-lərlə adi bir riyazi ifadə alacaqsan. Özünü eləyəcəksən. Yenə eyni qaydada bunları da qoyduq kənara. Bunlar mənə lazım deyil. Bildiniz də bunları necə işləyəcəksiniz. Bunları kənara qoyaq. Budur eynidir. Budur eynidir. Bu tiplər necə işləyəcək? Xüsusi tiplərdə 29. Bir neçə dənə misal var buna aid. Hamısının diqqəti burada olsun. Verilmiş ədədim 216-nın üstündədir. 36-nın üstündədir. 172. Nəticədə bu ədəd hansı say sistemindədir? Onluq say sistemində. Hamısını altılıq say sistemi keçirməkdən ötürü ilk öncə olaraq ədədi nəyin qüvvətə gətirməliyik? 6-nın. Gözəl. Mənə deyir ki, gəlin 6-ya gətirək. 216 6-nın üstü necədir? 216 yazıram 6-nın kubu və kənarda yazıram 3x üstəgələk 4. Hamıya anlaşıqlı olsun deyə. 36 6-nın kvadratı və ötəzən xaricində 4x üstəgələk 1. 172 qoyun olduğu kimi qalsın, heç bizə lazım da olmayacaq. Aşağılar. Bu ədədi 6-lıq say sisteminə keçəndə neçə rəqəmlərdə dağılacaq? 94. Amma biz sizlə danışmışıq ki,
Altılıq say sistemində 94 rəqəmli ədədi onluq say sistemində 6-nın qüvvətində neçə kimi ifadə edə bilərik? 6'nın üstü neçə? Vahid az kimi. Nə oldu? İnternet mi getdi?